Mövsüm çətin keçdi bizim üçün. Çempionatda qalmaq istəyirdik. Amma sona 2 tur qalmış, hər şeyi əldən buraxdıq. Çox çalışdıq ki, azarkeşlərimizi sevindirək son oyunda. Amma bunu da edə bilmədik. Azarkeşlərimizə təşəkkür edirəm. Hər gün, hər oyun gəlib bizim oyunlarımızı izləyirlər. Onlara təşəkkürümü bildirmək istəyirəm və inşallah Səbailin yenidən Premyer Liqaya geri dönəcəyini ümid edirəm. Xaricə olmaq istəyirəm. Legioner həyatı yaşamaq istəyirəm. Ona görə hələ ki gözləyirəm. Yaxşı təklif olacağı təqdirdə xarici olmaq üstünlük tutacaq. Yəni şərtləri təbii ki, onu indi danışmaq lazımdır onlara. Amma istəyirəm xaricdə özümü yoxlayım. Avropada oynamaq istəyirəm və inanıram ki, orada yaxşı performans sərgiləyə bilərəm. Yəni təsiri nə qədər oldu? Təbii ki, meydançada işi görən futbolçulardır. Bizim işimizə böyük, yəni meydançada işi görən futbolçulardır və bizim işimizə böyük bir yük düşür. Təbii ki, məşqlərin də üstünə böyük bir yük düşür, amma meydançada işi görən futbolçulardır və biz də bunun üstəsindən gələ bilmədik. Məşqçi dəyişikliyin çox da təbii ki, təsir olur, amma çox da təsir olduğunu düşünmürəm. Məncə çempionatın başlanğıcında buraxdığımız xallar bizi bu duruma saldı. Çox çalışdıq ki, vəziyyətimiz nədir, amma çıxa bilmədik. Mən özümü hazır hiss edirdim ildə. Amma yəni inanıram ki, növbəti toplanışlarda olacam. İnşallah ki, növbəti toplanışlarda millini təmsil etmək istəyirəm.